salavat Muhammed ve Ali Muhammed. Ve bu geceler hatırına Perverdigar-ı Alem evlerimize nuraniyet, celal inayet eləsin inşallah. Hanım Xədicə Ummul Müminindir, müminlərin anasıdır. Bu şəhadətlə bağlı Cəddi İmam-ı Zaman ağaya təsliyyət ərz edirik. Və tamam şiələrə başsağlığı olsun bu gecələr inşallah. Həzrət Peyğəmbərim bu gecə çırağının sönən gecəsidir. Bu gecə çox çətin dəqiqələridir ki, Xanım Xədicənin can verən gecələridir. Evdə ki bir dənə cavanan öləndə hamından çox əsər eləyən qız uşağını olur. Ərindən də çox, oğlanlarından da çox, hətta qardaşlarından da çox, qız uşağına çox əsər eləyər. Qız uşağı çox ağlar. Çünki qızı dərk eləyən anadan başqa aləm gələ, qız uşağın anadan başqa çox dərk eləyən olmaz. Qız uşağın da hər nə dərdi olsa, ataya deyəməz ki, gərək anası yanında olur. Fatıma-i Zəhra 3 yaşındaydı və buyurdular, o cavan anası əldən gedir. Elə ana ki, Allah bu xanımı bəyənib Peyğəmbərə əta eləyir. Esselamu aleyki ya Resulallah, esselamu aleyki ya Xədicətül Kubra, esselamu aleyki ya Əba Abdullah. Xanım Xədicənin də o dəqiqələridir ki, hamından çox o can verən alında Peyğəmbərdən də çox qızı Zəhraya baxır ki, Zəhra ağlayır, aləm ağlayır. Sən təsəvvür elə ki, o mənzərəni gözünün qabağına al, bildiyin o müqəddəs xanım, Peyğəmbərin gülü, Allahın isməti, namusu, Fatıma-i Zəhra bu gecələr ağlayır, bir onu təsəvvür elə. Fatıma-i Zəhranın anası can verir, Fatıma-i Zəhra ağlayır. Məgər siz mən olsaydıq dözə bilərdik, çətin. Amma anası nə cür dözə bu gecə buna? Həm can verir, həm də Fatıma-i Zəhra ağlayır. Nacahan baxdı Xədicəm, ərzı qıldı ağlama. Gülgüzarə can-ı Zəhra seyləyəşim bağa. Qızım çıxmayıb ruhum bədəndən, indidən dil dağlama. Ayrıla qismət beləymiş, gül daxi gülzar edə. Ağlama Zəhra, ağlama Zəhra, ağlama Zəhra, ağlama Zəhra, ağlama Zəhra, ağlama Zəhra. Siz də deyə bilərsiniz, ağlama Zəhra, ağlama Zəhra. Ya Resulallah gülü rənanı tapşırdım sənə. Yaxşı saxla cöhəri, əlanı tapşırdım sənə. Ömrümün sərmayəsi, Zəhranı tapşırdım sənə. Qoyma qərq olsun məlaləm, siz hakkım məhrəmi,
Her musibetten çetindir anasızlık gemi. Ağlama Zehra, ağlama Zehra, ağlama Zehra, ağlama Zehra. Uca denen ağlama Zehra. Hamı desin bu gece meddah ola. Ağlama Zehra. Maşallah olsun size. Ağlama Zehra, ağlama Zehra. Bir de diye ucadan inşallah sevap daha. Ağlama hanım, ağlama Zehra, ağlama Zehra, ağlama Zehra. Ümmete eyle sifariş, kadri mechul olmasın. Gülşeni hilget gülüp gam afitabı solmasın. Gözleri alam-ı mühnetten bulut tek dolmasın. Ağlasa Zehra eğer göyde melekler ağlıyor. Baktı peygamberin gözlerine. Ağa ya Resulallah, koyma Zehra'nı bela ağlıyor. Yerin melekleri, göğün melekleri dözmeyi Zehra'nın ayrılığına. Ya ağacan ağlasa Zehra eğer göyde melekler ağlıyor. Gülmese Zehra Xuda Bab-ı behişti bağlıyor. Gülmese Zehra Xuda Bab-ı behişti bağlıyor. Ahir nefesindeydi o banoy Dilara. Arz eyledi peygambere ey server bedva. Menden kalır indi emanet sana Zehra. Terk eylir dünyanı dili Efgar Hadice. Ana evden ayrılanda balalar yaman günü yolla. Məxsusən qız uşağına çox əziyyət ola ya. İstey xanım Xədicə can verə, amma Zəhranın ağlamağı mani olur. Dedi ya Resulallah, koyma balamın gölünü dünyada qəm alsın. Çox ağlamasın, gözlərini əşkinə malsın. Məndən də nişanə sənə bu dərdə qalsın. Əgər mən üçün darğanda baxarsan qızımın surətinə, hasil qutarıb sözlərini gözləri yaxdı. Zəhra yüzünə baxdı, yüzü göz yaşı yağdı. Peyğəmbər İslam'a ürəyin hicratı yağdı. Dedi ey yarım vəfadarım, oyan yatma belə.
Ayrılıqdan deməsən dərdi qəmə batma belə. Ey yaman gündə mənim həmdəm yarim gözün aç. Səni dinildə mənim şən vüqarım gözün aç. Yaman darıqmışam xanım, niyə səs vermirsən indi səsimə? Aç gözümü, nitqə gəl dərdimi de, faş elə gizlin sözümü. İndidən tezli qızım Fatimə qalsın anasız. 3 yaşında başına qarəvi salsın anası. Gör necələri qoynunda baxır yatmağa. Xanım oya, gör necə əlləri qoynunda baxır yatmağa. Çətin əyyamidə qaşanəmizi atmağa. Niyə nənəsiz qız gülə bilməz, ürəyi qəmlə dola. Anası olmayanın məclisiniz gilli yola. Dedi bir evi xatirə yad elədi. Gün o gün oldu Fatimə-i Zəhrada balaların tərk eləyəndə. Baxdı Allah 4 balaya, gördü Həsən belə ağlır, Zeynəb Gülsüm belə ağlır. Dedi balalarım ağlamayın, mən sizin cavanlarınızım. Siz ağlasız 30-50'ye beter təsir eləyə. Tamam balalar qaldı bir tərəfə. Dedi Hüseynim gəl yanıma, sənə nə özərə qurban ay bala. Hamı balalardan çox Hüseyni qucağına aldı. Dedem oğlu ağlasa ləməcək, koyma Hüseynim ağlasın. Ağlasa ləməcək, koyma Hüseynim ağlasın. Ama oğlu Zeynep ağlasa dözərəm, Gülsüm ağlasa dözərəm, Həsən ağlasa dözərəm. Ama Hüseynin ağlamağına dözə bilmərəm. Ucadan denən ya Zəhra, Hüseynin ayrılığına dözə bilmirəm oğlum. Hanım, niye bu balalardan Hüseyin'i ayırsan? Niye Hüseyin'in ağlamağına dözəmmisən? Dedem oğlu and olsun babamın cəddinə, Hüseyin ağlayandı, elə bilirəm Peyğəmbərin öz ağlı. Dözə bilmirəm ayrılığına, dözə bilmirəm ayrılığına. Bir gecə oldu, İmam Əli istedi ki gələ Bəqiyyə. Hamı balaları yatızdırdı, buna yaxşı qulaq asına. Amma Hüseyni aram eləyə bilmirdi. Tamam balalar aram elədi, Həsənim yad, Gülsüm, Zeynəb yad. Amma Hüseyni sakit eləyəmirdi. Dedi Hüseyin, axı niyə ağlıysan bala? Niyə ağlıysan? Nənəsizlik sənə təsir qoyub. Amma bala, qardaş bacıların hamı yatıb. Sən də yat bala, oğlum sənə canım qurban. Dedi babacığım, mən anasız qalam. Mənə çətin anasız qalma. Gəldi Bəqiyyə, Fatimə-i Zəhranın qəbrindən səs gəldi. Oğlum, nə cür oldu Hüseyin yaram elədi. Dedəm qızı, heç cürə sakit olurdu. Yavaş yavaş o çadır şəbimi çadırabı sərdim Hüseynin üstünə. Sənin ətrini yala yala balamı yaram elədim. Necə deyim ki nicarım, gözündən attı məni. Xuda bilir ki cavan
Ölmeyin kocattı beni Zara zara Dedem oğlu gece vakti de gedeve kalma burada çok Dedi Zara nece gedim evime Yok veren teselli bana Nece gedim evime Ben zehir sulancım Durdu qəbrdən palım paltarım təmizlədim Yavaş yavaş ayağı gələ bilmir evə Gəldi o yanmış qapıda oturdu yana yana ağladı Evimi xərab eləyən xanım Balalar bağlar koyarlar Səhra, bir bax Mədinəyə Hamı yatma məhəllinin balaları yatmıyor Elə bildi balalar yatma Amma girəndə gördü Allah balalar hərə bir cür ağlıyor Biri də ay cavan ölən anam layla Biri də balalarla doymayan anam layla Biri de namazı hali kalan anam layla Biri de ay bala qabağında küsədə döyülən nenem layla nenem layla Həsən bunu deyəndə Ali dedi ki Həsən nəcür küsədə nənin döyüldü bana Dedi babacan o zalim vurdu bir zərbə Zərbə tutdu nənəmi Dəydi başı divara Yıxıldı nənəm yerə yüzü göverdi Bəs onun nə dedi bana? Dedi zalim Nişan peyğəmbər üzdən bir qızam mən Elə vurma məni qardaşsızam mən Ucadan denən ya Zəhra Allahümme salli ala Fatimete ve biha Ve baliga ve beniha Ve baliga ve beniha Allahümme salli ala Fatimete ve biha وبالغا وبنيها وأمها ومحبها ذكري تسبيحاتم زهرا قبلي حاجاتم زهرا تنهای نجاتم زهرا يا زهرا Fatıma şahidler anası Derdin gelsin bana kadası Ay ağır dertlerin sarası Ya Zəhra Dua elə Dərdən yanmışam mən Dua elə Gör nə halə qalmışam mən Dua elə Saralmışam, solmuşam mən O çıraqları yandıra bilərsiniz Gəlin qabağa inşallah Ayağa durub gözəl sinə vuraq bu gecə Fatimə-i Zəhranın özünə və bu gecə anasının da qəlbi inşallah bizlərdən razı qalar Allahümme salli ala Fatimete ve abiha Ve baliga ve beniha Ve ummiha ve muhibbiha Dua elə Dərdəlində yanmışam mən Dua elə Gör nə halə qalmışam mən Dua elə
saralmışam, solmuşam ben. Dua elə, dərd əlildən qalmışam mən. Dua elə, dərd əlildə qalmışam mən. Dua elə, hamı desin, dərd əlildə qalmışam mən. Dua elə, gör nə halə, gör nə halə qalmışam mən. Dua elə, saralmışam, saralmışam, solmuşam mən. Dua elə, dərd əlildə yanmışam mən. Dərd əlildə yanmışam mən. Dua elə, gör nə halə qalmışam mən. Dua elə, saralmışam, saralmışam, solmuşam mən. Yazılsın bu sözlər kəfənə, adın hər yerdə vardı mənə. Mənim üçün bənzəyir vətənə, ya Zəhra. Qəbrimdə sən mənə qonaq ol, zülmətli dünyamda çıraq ol. Bir Hüseynim, bir də ki sən ol, ya Zəhra. Dua elə, dərd əlildə yanmışam mən. Dua elə, dərd əlində, dərd əlində mən. Dua elə, gör nə halə, gör nə halə qalmışam mən. Dua elə, saralmışam, saralmışam mən. Kuçə qəmi şərq edə bilməz gələm, yazsam əgər dil olaram acıqəm. Ağlayanı deydi deyirlər o dem, zərbə dəyən də ürək etdi vərəm. Zərbə dəyən də ürək etdi vərəm. Dua elə, dərd əlildə yanmışam mən. Dua elə, dərd əlində, dərd əlində yanmışam mən. Dua elə, saralmışam, saralmışam, solmuşam. Dua elə, saralmışam mən. Dua elə, saralmışam mən. Sinən möhkəm vur eşqim. Yadında var oğlum, gecələr loha oxurdu. Yadında var oğlum, gecələr loha oxurdu. Bir köynə əlimdə Hüseynimə toxurdu. Bir köynə əlimdə Hüseynimə toxurdu. Mən sənlə doyunca danışıb gülmədim oğlum. Mən sənlə doyunca danışıb gülmədim oğlum. Öldüm sənə köynə toxuya bilmədim oğlum. Öldüm sənə köynə toxuya bilmədim oğlum. Salam ola şərəfi iftixarı pəncitənə. Salam ola babası nazilən əlin öpənə. Salam ola o qəya kani İsmətullah'a. Salam ola o Zeynəbə dərsi cədənə. Salam o Zeynəbə dərsi hicabı yörcədənə. Salam o Zeynəbə dərsi hicabı yörcədənə. Anacan ya Zəhra, anacan ya Zəhra. Qabağa gələ bilərsiniz. Gəlin qabağa eşq elən inşallah. Sinəni də möhkəm vur. Anacan ya Zəhra. Uca denən ha. Anacan ya Zəhra. Denə. Anacan Zəhra. Anacan. Anacan.
Selam ola uca dağlardan artık izzetine. Selam ola uca dağlardan artık izzetine. Selam ola adını Cebrail sesleyene. Selam ola adını Cebrail sesleyene. Bu bir hanımdı çiğetir yayılıp her çemene. Bu bir hanımdı çiğetir yayılıp her çemene. Veribdi dersin letafet çemende yasemene. Veribdi dersin letafet çemende yasemene. Anacan ya Zahra, anacan Zahra, uca denen anacan ya Zahra, anacan. Bundan da uca diyebilirsin, utanma anacan ya Zahra, anacan. Sinəni möhkəm vur, ne olar, sinəni möhkəm vur. Anacan, selam ola o bir elli qunut Fatimiye. Selam ola o bir elli qunut Fatimiye. Selam Hüseyinçilere her gece dua edene. Selam Hüseyinçilere her gece dua edene. Hüseyin Hüseyin eğer oldu bir lütfi Fatime'di. Selam ola bize eşki Hüseyin pay verene. Selam o çadırı ki kuçede toza beleşip. Selam o sili yerin zülfiyatta gizledene. Selam evinden azam vakti gizli ağlayana. Selam elini gören vakti göz yaşın silene. Anacan ya Zahra, anacan anacan ya Zahra, anacan. Selam baştan eli fikran atmayan hanıma. Durup akidesi üstte dözüp gemi muhene. Selam ola eli yeşkinde ömredi bölene. Selam ola bu vilayet geminde can verene. Selam ola eli yeşkinde ömredi bölene. Selam ola bu vilayet geminde can verene. Ağacan ya Heydar, ağacan ya Heydar, ağacan ya Heydar. Ali'nin de adın ağacan ya Heydar, ağacan. Ah sen size ağacan Heydar, ağacan. Hanımın öz sözləridir. Ağac Murteza Şahım imamımdı mənim. Əsadullah qiyamımdı mənim. Murteza Şahım imamımdı mənim. Əsadullah qiyamımdı mənim. Bəşərə eşqi yəli izzətdir. Bir vilayət yaşamaq zillətdir. Bəşərə eşqi yəli izzətdir. Bir vilayət yaşamaq zillettir. Ürefa mektebinin piridi bu. Korkulu cebhelerin şiiridi bu. Ürefa mektebinin piridi bu. Korkulu cebhelerin şiiridi bu. Yani gayret kemerin açmaz eli. Yani gayret kemerin açmaz eli. Düşmene dal çevirip kaçmaz eli. Düşmene dal çevirip kaçmaz eli. Ağacan ya Heydar, ağacan Heydar, ağacan ya Heydar, ağacan. Uca denene kurban olum size. Ağacan ya ağacan ya Heydar, ağacan ya Heydar, ağacan. Kimin aya belə sermayesi var, kimin aya belə sermayesi var. Başım üstünde eli sayesi var. Bilələr qədrini ya bilməyələr. Gedələr kər yolunu getməyələr. Öpələr əllərini öpməyələr. İzzicahım bilələr bilməyələr. Başı üstünde Kur'an saxlamışam. 100'den artıq yarasın bağlamışam.
Qapıdan çox ürəyi dinə yanıb, qolu bağlı o da sakit dayanıb, qolu bağlı o da sakit dayanıb. Ağacan ya Heydər, Ağacan Heydər, Ağacan ya Heydər, Ağacan. Bundan da uca denən Ağacan ya Heydər, Ağacan. Şəhadəti gəlir qabaqda, uca denən Ağacan. Otura bilərsiniz. Allah qəbul eləsin. Allah olsun inşallah. Bir neçə kəlmə oxuyayım İmam Əlidən. Qutarım inşallah sözümü. Qutarım inşallah, çay içəcəksiniz rahat. Qabaqda şəhadəti gəlir İmam Əlinin. Molayiməm, 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 ya əmirəl-müminin. Fatimə-i Zəhranın sözlərini oxudum. Bilmirəm sözümü yaxşı bilərsən ya yox. Çünki ləhzə məsələsi var da. Xanımın öz sözləridir bu. Yəni qeyrət kəmərin açmaz Əli. Bunu bilin. Düşmənə dal çevirib qaçmaz Əli. Düşmənə dal çevirib qaçmaz Əli. Kimin aya belə sərmayəsi var? Kimin evində Əli kimi belə sərmayə var? Başımın üstündə Əli sayəsi var. Əlinin sayəsidir başım üstündə. Bir yol gəldi, dedi əmoğlu, elə bil narahatsan. Dedi xanım mən utanıram. Dedi niyə əmoğlu? Dedi sən küçədə döyülübsən, eşitdim xanım. Dedi əmoğlu, bu dünyanın işi bu cürdür, imtihanı belədir. Müvəqqətidir, narahat olma əmoğlu. Gör dünyanın işinə bax. Dedi əmoğlu, düzdür ki düşmən bilir qardaşsızam. Əgər mənim qardaşım olsaydı məni küçədə vura bilməzdilər əmoğlu. Fikrim məndə olsun da nə olar? Mənə bax, fəqət mənə bax. Fikrim məndə olsun 2 dəqiqə, 3 dəqiqə. Gör nə oxuyuram sənə. Dedəm oğlu, düzdür ki düşmən bilir qardaşsızam. Belə ağlama sənə ruhum qurban ola. Sərvərim sənsən, məgər mən başsızam. Sərvərim sənsən, məgər mən başsızam. Murtəza iftixar-ı Xeybərdir. Xeybərin bilisən də işin nədir? İftixar ilə qutarıb. O ki çoxdur Əlidə təqvadır. O ki yoxdur Əlidə pərvadır. Pərva küləyə deyərlər. O ki yoxdur Əlidə pərvadır. Dedilər sazış eylə səhmivi al. Dedilər Əli can gəl bizlə bir iş bağla. Səhmivi al, əvəzin bizdən al. İmamın cavabına bax. Dedi səhmim duayı Zəhradır. Mənim Zəhranın duası mənə bəs edir. Sən bu sözləri deyə bilərəm sənin qəlbinə bu gün sözlər oturar rahat. Zülm əhli ilə bir iş bağlamadı. Dedi qeyrət Əlidə dəryadır. Dedilər onda tək qalarsan Əli. Dedi aşık həmişə tənhadır. Dedi aşık həmişə tənhadır. İllət var vermədim meydanda fürsət zalimə. Bilirsiniz mən niyə qalib gəldim? İllət var vermədim meydanda fürsət zalimə. Zülfiqarın dəstəyində yazmışam ya Fatimə. Zülfiqarın dəstəyində yazmışam ya Fatimə. Fatimə, Fatimə diloğ ilə dəftərdə gəlib. Xilqətin izzətidir əvvəl axərdə gəlib. Atası
atası peygamber, ona sure gelip aya gelip, yoldaşı Ali o güzel Kabe'de dünyaya gelip. Fatıma bu cür xanımdır. Bax gör şənə bax, eşqə bax. Fatıma-i Zəhranın əri Kabe'də dünyaya gəlir. Atası peyğəmbər, özü məsumə, balaları imam məsumə. Bu cür izzətli xanım. Gəldilər xanımın qapısını döydülər, qutardım sözüm inşallah. Çox gözəl bir mövzudur bax buna. Gəldilər qapını döydülər, o cür şiddətlə imam istədi gələ qapıya, böyüklərim məni bağışlasın. Fatıma-i Zəhra dedi, əmi oğlu, mən kiməm? Dedi, sən peyğəmbərin qızı, Allahın namussun. Dedi, mən məsuməyəm. Dedi, bəli xanım. Dedi, mən də məsumam. İcazə ver, mən gedim qapıya. Məsum gərək məsumənin sözünü sındırmıyor. Get namaza, mən gedim qapıya. Bəlkə bunlar məndən həya elədilər. Mən peyğəmbərin qızıyam, oğlum. Ki Fatıma Zəhranın kəlməsini gərək imam sındırmıyor. Gəldi namaza, Allahu Ekber, Bismillahirrahmanirrahim. Xanım gəldi qapıya. Kimsən? Dedilər, gəlmişik ki, Əli gəlsin beyətə. Dedi, qəydin dala. Dedi, bu zərbə ilə qapını niyə döyürsünüz? Kimlərsiniz siz? Dedi, bizlər peyğəmbərin qardaşlarıyıq. Dedi, məgər peyğəmbərin qardaşları bu evi görək bu cür döyər. Bu evin qapısını Cənab-ı Cəbrail həya ilə döyərdi. Cənab-ı Əzrail həya ilə döyərdi. Siz bilin bu şiddətlə qapını döyürsünüz. Həsən Hüseynin mənim qorxur. Peyğəmbəri gülləridirlər, onlar qorxur. Qaydın dala, Əli gəlməz sizə beyətə. Bu işlərdən əl çəkin, nə qədər xanım tövsiyə elədi. Bunlar qayıtmadı. Axırda görürlər xanıma ki, cavab yox. O zalim dedi ki, Fatıma, ay peyğəmbərin qızı, məgər bilmirsən ki, bu ərəblərin rəsmiyyətin qapını döyən kişi olsa, gərək açanı da kişi olan. Və niyə Əli evdə oturub səni qapıya göndərir? Sözə bax, və niyə Əli evdə oturub səni qapıya göndərir? Bilirsən Fatıma-i Zəhra nə dedi? Ey cuş edib Həzrət-i Zəhra, dedi ey mənbə-i şər, kişi yollardı ağa, sən kişi olsaydın əgər. Kişi yollardı ağa, kişi yollardı bu qapıya ağa, əgər sən kişi olsaydın əgər. Səltənət şövqü başından itiribsən özünü, görüm Allah iki dünyada qaratsın yüzünü. Bil kimiyle danışırsan belə gözlə özünü. Eşidir şiir xuda yoxsa çıxardar gözünü. Eşidir şiir xuda yoxsa çıxardar gözünü. Peyğəmbər alı Peyğəmbərə, Fatıma-i Zəhranın ruhu, xanım Xədicənin ruhu yad olsun inşallah. Tamam ölənlər yad. Peyğəmbər alı Peyğəmbərə ucalı salavat buyuruz inşallah.